Kemalettin, atamın İskəndərin görünə and olsun. Anamın görünə and olsun. Mən Azərbaycana qaydanda birinci sənin arvadı sikəcəm. Birinci. Qəhbə oğlu qəhbə. Sənlə qüdrət oğraşın ucubatından mən bu günə düşdüm. Mən İlham Əliyevlə mübarizə aparırdım. Mübarizə aparırdım. Beləliklə xətt aydın. Arvad qəhbə, ana qəhbə, dədə oğraş, Kürt, Qüdrət Həsənquluyev. Sənin qızını günaydı, ay gündür nədir? Sənin bazı 5 bacın var, 5-i də qəhbə, ay oğraş. Öncə İsmaildən oldun, elə, sonra Gönenboydan oldun, elə, sonra getdin Zulfadan oldun, elə, sonra getdin Xəttaydan oldun, indi də Xəttaydan. 6 dəfədə, 3 dəfədə prezidentliyin namizəd olmuşsun, 2 adam səs verməyib, sənin arvadın səs vermədisə. Bəsdirində, Quran haqqı Allaha and olsun, atamın görünə and olsun, namusuma and olsun. Azərbaycanda bu dəqiq olsam avtomat götürürüm, yəni qırıram sizin. Bir 500 dənə yer az qırım, qoy məni öldürsünlər. Baxın, paylaşın, bəyənin Vidadi İskəndərli YouTube kanalını üzv olun. Trollara fikir verməyin. Onlar ermənin şeyindən düşmüş trollarda fikir verin, sabahsız yazırlar. Xətaydan 6-cı dəfə deputat bu arvadı qızı, dədəm Müzəffərin Sümiyin Azərbaycan ermənilər, deyirsən, dədəm ermənini, qapanda dədəmi kətdə ermənilər o şeytə qoyurdu anamı. Sənin anı o yenə də o şeytə qoyacaqlar, oğraş köpək oğlu. Bu oğraş belə. Bunu da deputat, prezidentliyə namizəd deputat. İndi sonra Zahid Oruc. Bunun arvadının dayısı Fəzal Dığamalı 7 il üzr istəyirəm, dal qabağını qoymadı. Verdim buna. Zahid Orucun da oğlu var. Qüdrətində. Hansı getdə müharibəyə? Mən sual verirəm. Bax, sizə baxırsınız, indi mənə 10 mindən çox insan baxır, izləyir. Sual verirəm sizə. Yeraz mənə deyir ki, siz kişi deyirsiniz. Kişi olsaydınız deyir, biz gəlib, mən üzr istəyirəm, mən dəfələrlə üzr istəyirəm. Azərbaycanda yaşayan bütün qeyrətli qızlar mənim bacımdır. Qəhbələr Qüdrətin bacısıdır, Kemaləddinin bacısıdır. Bəylər Eyübovun qardaşı oğlu, verginin rəisi Yerevanda, biz, bəli, mənə deyirik Yeraz. Almaniyada Yeraz deyir ki, səs yazısı paylandı da sizə, elə? Səs yazısı paylandı ki, bəylərin qardaşı oğlu, vergi müdürü deyir ki, həftədə 2 dənə Türk qızının bakirlərini pozmasam, yata bilmirəm. Siz də kişisiniz. Bəli, Gəncədə bizim yüzlərlə, minlərlə qeyrətli olanlarımız, kişilərimiz var. Yunus Vırcı Kürdün anasını ağlar qoydu da Veliyevi. Xanlar Eliyevin qardaşı Elmarı. Mən sizə yenə də deyirəm, bu ağlamaqla, video görsətlə, sonra bu Nefsalan görsədirlər, Günay Qəhbən, Fəzal Dığamanın qızını nətər qoruyurlar. Orada bir cavan oğlan deyir ki, gəl deyib, mən sübut eləyəcəm, mən qanunla sübut, mən təqqir eləmək istəmirəm sən kimsən, nə sübut eləyəsin, nəsən? İlham Əliyevin 95-ci ildə götünə 23 dənə şampan soxublar, kaset də var, deyirik, cəmaatın vecinə deyir, və yaxud da Mehribanın 30 ildə ağzına küpuldadılar, dalına küpuldadılar qızına. Və İlham Əliyevin vecinə deyil, İlham Əliyev fəxr edir. Nəyə sübut edir? Azərbaycanda nəyəsə sübut eləmək olur. Azərbaycan yeganə yerdir ki, Azərbaycanda adı, familiyanı, soyad adı sübut etmək üçün pul verməlisin. Dığamaldan danışdım. Elə bilirsiniz, səsdə yerazlardan danışıram. Mən Gölçaydan danışıram. Sabir Hacıyev. Neydi onun dədəsinin adı? Binəqədin prokuroru idi. Yadımdan çıxdı. Atamla institutda bir oxuyub. Mən Yeznəmin qohumudur. Göyçay Hazalı kəndindəndir. Gözəl Göyçək çiftdə bir xanımı var idi. Düzdür, sigaret çəkirdi, işçi çəkirdi. Ona hamı yaxın ətraf qollar deyirdi ki, arvadın işçi çəkir, sigaret çəkir, bunun yaxşı olmayacaq. Deyirdi, biz yalvarıq. Sonra bir ara eşitdik ki, Ayaz Mütəllibov bunu elə hər həftə bağına çağırır. Ayaz Mütəllibovun mavini idi. Sonra Ayaz Mütəllibov qaçdı getdi. Ayaz Mütəllibovun dövründə hüquq şöbəsinin müdürü idi. Baba oğraş Sabir Hacıyev. Bilməm indi səsədən 3 dənə oğlu var, zırı oğlu var. Arvadı Gürcüyə qoşuldu, qaçdı. Gürcü üzr istəyən bir gündə onu saxlayır. Görün bunun oğraşlığına baxmayın. Ne olar? 150 min Göyçədə bir oğraş tapıb da bunlar özlərini oxşayan. Göyçədən 6-cı dəfə deputat seçilir. Göyçədən şəhərin özündən bir yerazı var, Ağdaşlı yeraz, göy alimdir. Onu seçirlər. Bir dənə Göyçəli, 150 minə bir Göyçəli. Bir Amasyadan 12 nəfər deputatdır. Yıkık Nazor'dan 10 nəfər. Ümumiyyətlə hesablamışam, 125 deputatın
86'sı Yerazdır, ha kişi, 86'sı. Qərbi Azərbaycandan, Azərbaycana cəmi biz gedirik. 110 min adam gəlibdir. Tək Göyçayın əhalisi 150 min. 86 Yeraz, 5'in də Naxçıvandan. Demək, Eldar İbrahimov var da, naturalni oğraş, Yeraz, Kürdün biridir. Sonra Rivayət Əsgərov. Oğraşın dalayağıdır, katibə işləyirdi universitetdə. Ay, Neftçalarlar, xüsusən Neftçalar da Salyana müraciət edirəm. Mən üzr istəyirəm, dəfələrlə. Mən Neftçalanın da Salyana, ümumiyyətlə Azərbaycanı çox istəyirəm mən. Sualım var, İlham Əliyev. Qəhbə sən yerli qəhbə seçdi. Neftçalada üzr istəyirəm, qəhbə yoxdur. Salyanda qəhbə yoxdur. Olmasa yerli qəhbə seçdi. Bəlkə bir qeyrət oldu. Orada iki qardaş var idi, narkoman. Salyanla Neftçalanı Azərbaycanda ən pis günə düşmüş Gəncəbasardır. Salyandır. Neftçaladır, Lənkərandır, demək, Quba Xaçmaz zonasıdır. Sonra Xaçmazdan mənə zəng edir uşaqlar, deyir ki, Vidadi bəy, bizimkindən niyə danışmırsan? Bizim də polis rəisi Kürddür, Bəylər Eyübovun bibisi oldu. Qəhbəxanaya çevirib, Xaçmaz kimi bir yeri, Quba kimi bir yeri, deyir qəhbəxanaya, 13-14 yaşında qızların alıverilir. Mən, bəli, o Yeraz mənə Almaniyadan zəng edən Yeraz deyir ki, siz kişi deyilsiniz. Bizə deyir, bax, mən görə istəmişəm. Baxın, paylaşın, bəyənin, Vidadi İskəndər YouTube kanalına üzv olun.